Məktub ondan xəbər verir ki, Həsən qüvvətli ordu hazırlayıb və çoxlu müttəfiqlərə arxalanıb. Yoxsa mümkün deyildi. Bəlkə də. Bəlkə də yox. Mən çox qorxuram ki, qavrətçi və casusların mənə çatdırdığı xəbərlər də yalandan başqa bir şey olmasın. Bir gündə gözümü açıb görərəm ki, Həsənin tərəfdarlarının arasında itib batmışam. Hardansan? Dəməşqdən. Sən Dəməşqli ola-ola Küfədən bura necə məktub gətirirsən? O əmirin məktubunu Küfəyə aparan qasiddir. Əla həzrət, məktubu çatdırıb qayıtmaq istəyirdim. Qeys ibn Səd Əba Məhəmmədin məktubunu Əmir əl-Mömininə çatdırmağımı istədi. Dedim ki, icazəm yoxdur. Qeys dedi ki, Küfəlilərdən heç kim Şama məktub aparan deyil. Əgər sən qəbul etməsən, Dəməşq məktubu cavabsız qalacaq. Buna görə də razılaşdım. Əgər səhv eləmişəmsə, əmr eləyin cəzalandırsınlar. O səfər xərcini də ödədi? Bəli, əmr. Nə qədər verdi? 5 sikkə. Deməli, 5 sikkəyə görə razı olmuşsan. Bizim məktubun cavabsız qalacağına görə yox. Yaxşı. De görüm Küfədə nə xəbər var? Küfəyə çatdığım gün bir nəfərin boynunu vurmuşdular. Deyirdilər Dəməşq casusudur. Bunu sonra müğeyri üçün danışarsan. Başqa nə xəbər var? Birinci gün carçı şəhərdə car çəkib deyirdi ki, Əba Məhəmməd İbn Abbası orduya başçı təyin eləyib və ordu toplamağı əmr verib. Camaatdan da istəyib ki, cihada hazırlaşsınlar. İbn Abbası niyə? Bu seçimdə böyük bir sir var, əmir. Übeydullahı seçməklə o sərdarlarının hər hansı rəqabət və itaətsizliyinin qarşısını alıb. Übeydullah Bəni Haşimləndir və Həsənin əmisi oğludur. Ona hamıdan yaxındır. Deməli, hamı onun başçılığına razı olacaq. İkincisi də ki, Übeydullahın səninlə düşmənçiliyi barışmazdı. Hamı bilir ki, onun 2 oğlunu sən öldürmüsən. Mən yox, Büsür. Yaxşı əmir, sən öldürməmisən. Bir sürü öldürüb. Eşitdiyim Büsür. Həsən İbni Əli orduya Übeydullah İbn Abbası başçı təyin eləyib. Sən yəqin ki, onu yaxşı tanıyırsan. Bəli, əmir. O da səni yaxşı tanıyır. Bəli, əmir. Gəl bura. Əgər İbn Abbas mənim adamlarımla təkbətək döyüşmək istəsə, mən onun qabağına səni çıxaracağım. Necədir? Yaxşıdır, əmir. Allah belə məsləhət görüb ki, İbn Abbasın da nəsli mənim əlimlə kəsilsin. 2 oğlunu Yəməndə öldürmüşəm. İndi də növbə özünündür. Görürsən, bir sürü mən yetişdirmişəm. Təmənnasız adamdır, fikri zikri öldürməkdir. Nə Küfə hökumətini istəyir, nə Bəsrə, nə də Yəmən. O bir yırtıcıdır. Əsl şeytandır. Sən ona şeytan deyirsən. Mən sənin adamlarının arasında təkcə ondan qorxuram. Vallahi əmir, əgər bir də cəmaatın qabağında mənə hörmətsizlik eləsən, onda səni də büstürə tapşıracağam. Əmir, indi zarafat vaxtı deyil. Qoy fikirləşib görək nə eləməliyik. Qasid gözləyir. Yaxşı, daha nə bilirsən? Həmin gün ordunun bir hissəsi Kindilə qəbilə tanınmış Əbu Həmzənin başçılığı altında Küfədən Şam sərhədlərinə doğru hərəkət elədi. Tanıyırsan onu? Yox.
Siz bu Kindini tanıyırsınız? Mən tanıyıram əmir. Kində qəbiləsindəndir. Ağır təbiətli və özündən çıxan adamdır. Sərdarlıq təcrübəsi var. Siffeyində də əli ilə bir yerdə idi. Sonra İkinci gün Kufə məscidində Həsən İbn Əliyini oxla vurdular. nə danışırsan? Vuranı dərhal öldürdülər. Həsən İbn Əli isə bir balaca yaralandı. Vuran kim idi? Bilmirəm əmir. Xəvaricdən idi? Camaat elə deyirdi. Şaxnaşma düşdü. Camaat fəryad eləyib xəvaricin evlərini daşqalaq eləyirdi. Hətta bir evi yandırmaq da istəyirdilər. Amma İbn Abbas, Qeys və Səid qoymayıb deyirdilər ki, bu xəvaricin işi olmayıb. Hadisəni Əmir Müaviyyəyə nisbət verib camaatı sakitləşdirdilər. Lənət olsun sənədə, casuslarına da müğeyrə. Gör bir Kufə xəbərlərini necə öyrənirik. Özü də belə xəbərlər. Bu qədər vaxtdan sonra. Daha casuslarının heç birinə pul verməyəcəyəm. Hamının adını bir-bir yazıb İbn Abbas'a göndərəcəyəm. Qoy Kufə meydanında boyunlarını vurdursun. Axı biz döyüşdəyik kişi. İrəlidə döyüş var. Məmləkəti yox eləmək istəyirsiniz? Bizi məhv eləmək istəyirsiniz? Daha nə bilirsən? Heç nə əmir. Mən həmin gün Kufədən çıxdım. Aldığın 5 sikkəyə görə 50 zərbə şallaq yiyəcəksən. Büsür. 5 zərbə bəsdir. Büsür. Şallaq lazım deyil. Bırak onu gitsin. Ordu çıxmağa hazırdır, əmriniz nədir əmir? Hərəkət eləyin. Bəs orduya başçılığı kim eləsin? Özüm! Yorğunam. Məni tək qoyun. Hansımız Dəməşqdə qalaq? Heç biriniz, hamınız məndən gedəcəksiniz. Baş üstə. Mən də sizin hüzurunuzda olmalıyam. Əlbəttə müğeyrə, mütləq olmalısan. Sənin məsləhətlərindən məhrum olmaq istəmirəm. Oldu əmir. Əmr. Sən gözlə. Nə deyirsən? Bəs o... Sənin ondan işin olmasın. O nə bir şeyi görür, nə də eşidir. Ona bax, indidən qanıyı onu məst eləyib. Bu saat ölüm yuxusu görür o. De. Həsən İbn Əli bu məktubla səni əsil döyüşə səsləyir, əmir. Yaxşı, biz də onu qarşılayarıq. Onun istədiyi də elə budur. Əvvəl müsəlmanların xəlifəsi olaraq səni itaət eləməyə çağırır. Sən qəbul eləmədiyinə görə cihad hökmü verir. Bununla da öz vəzifəsini tamamlayaraq cəmaatı çıxılmaz vəziyyətə salır. Həm bütün sülh istəyənləri, həm döyüş deyib dad eləyən xəvarici, həm də ki, itayətinə boyun əyməyən səni. Səninlə döyüşəcək. Əgər qalib gəlsə, onda bütün İslam məmləkətinin şəriksiz xəlifəsi olacaq. Yox, əgər məğlub olsa, onda da müsəlmanlara imamət eləmək vəzifəsini səndən əsirgiyib səni xəlifəliyə beyyətlə yox, qılınc gücünə gələn bir şəxs kimi tanıdacaq. Deməli bir yolumuz qalır.
O da budur ki, onu sülhə məcbur eləyək. Əbu Süfyanın oğlu, bu fikri başından çıxart. Həsən İbn Əli heç vaxt səninlə sülh eləyən deyil. Yaxşı, bəs onda neyniyək? Deyərəm, əmir. Deyərəm. Qoy yaxşı fikirləşim sonra. İbn Abbas, bu qardaşlar Bəni Əsəd qəbiləsindəndirlər. Siffeyndə Əmir Əl-Möminin Əlinin yanındaydılar. İndi də Həsən İbn Əlinin köməyinə gəliblər. Xoş gəlmisiniz Bəni Əsəd qəbiləsinin kişiləri. Siz ki, Siffeyndə belə az deyildiniz. Qalanlarınız hardadır? Bunlar Əli ibn Əbi Talib və Həsən ibn Əlinin şiyyələridir. Qalanları imanlarını Muaviyyənin qızıl sikkələrini satıblar. Buyurun gedək.
nəfər idilər. Gizlicə ordunun arasına girmişdilər. Bircə bunu tuta bildi. Qalan üç nəfər isə qaçdı. Sakit! Sakit! Qarətçisən? Allah sizə lənət eləsin. Zəhhakın qarətçiləridir. Dünənəcən Əba Muhammedin adı ilə qarət eləyirdilər. Öldürürdülər, girov tuturdular. İndi işlər o yerə çatıb ki, orduya hücum eləyirlər. Aparın onu ordugahın o tərəfində boynunu vurun. Aparın! Aparın! Dayanın! Sənə əmr verməyə kim icazə verib? Qarətçidir. Mən onu tanıyıram, Sərdar. Zəhhak tərəfindən əmr alıblar. Əvvəl də onları görmüşəm. Kimisə öldürüblər? Yox, Sərdar. İmkan tapmayıblar. Bıraxın qoy getsin. Sərdar, Eşitmədiniz nə dedim? Bıraxın qoy getsin. Cinayətdən qabaq qisas olmaz. Gedin çadırlarınıza və yatın. Gedin. Gəlin gedək. 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 Gəlin gedək. Gedək çadırlarımıza. Gedək dincələ. Axı biz döyüşdəyik. O qarətçi idi. Biraz gözləsəydik, özü də boynunu alacaqdı. Mən buna əminəm. Bilirəm ki, qarətçi idi. Bəs onda niyə buraxdın? Çünki ölüm hökmünü sən vermişdin. Əgər mən tez gəlib çıxsaydım, şübhəsiz ki, boynunu vurdurardım. nə oldu? Heç nə. Demədi qarətçini niyə azad elədi? Niyə? Dedi. Aha. Dedi, əgər özüm tez gəlib çıxsaydım, şübhəsiz onun boynunu vurdurardım. Amma sən... Doğrudan belə dedi? Hə, Sənin fikrincə, belə bir adam bu cür hərəkətləri ilə Həsən İbni Əlinin ordu hissəsinə başçılıq eləyə bilər? nə deyim? Bu bir neçə gündə bundan gördüklərim həqiqətən məni təəccübləndirir. Siyasəti yoxdur, məğrurdur. Təkəbbürü iblisin təkəbbürü ilə eynidir. O necə süffeyində olub, Əli Mürtəzanın yanında necə qılınc çalıb, indi də. Xavaric də süffeyində olub. Düz deyirsən. Bilirəm neyniyəcəm. Yox, Əhməd, dediklərimə fikir vermə. Mən gərək belə sözləri dilimə gətirməyəydim. Yaxşı danışmadım. O ordu hissəsinin başçısıdır, biz ona tabi olmalıyıq. Bəlkə o düz eləyir. Bəlkə mən tələsmişəm. Bəlkə də mən gərək ondan icazəsiz əmr verməyəydim. Biz onun ləyaqətinə bir zərrə də şübhə etməməliyik. Yaxşı şübhə eləmərik. Ancaq mən ordugahdan deyiləm və mənə əmr edilməyib ki, ona tabi olam. Buna görə də səhər tezdən ordugahı tərk eləyib İbn Abbasa qoşulacam. Arxain ol. İbn Abbası görən kimi bu müddət ərzində bundan görüb eşitdiklərimin hamısını
ona danışacağam. Tərpənmə məlun, yoxsa sənin boynunu vuraram. Eləyirsən Sərdar, mən sana pis qəsdim yoxdur. Danış görüm, kimsən? Mənim çadırımda neynirsən? Heç, sadəcə gəldim görüm ki, o astığım əmanət sizə çatdı ya yox. O kisəni sən asmışdın? Bəli, Niyə? mənə tapşırmışdılar ki, asım. Kim tapşırmışdı? O adam kisəni istəyir. Məni istəyir. Kimdir məni istəyən? Muaviyyət ibn Əbu Süfyan. Deməli sən cəsussan. Bəli, Sərdar. Dəməşq ordusundan. Bəli, Sərdar. O alçaq, Hindənin oğlu elə bilir ki, məni bir kisə qızılla aldada bilər. Bir kisə qızılla yox, Sərdar. Bir kisə deyil. Oradadır, dağları, oradadır. Hamısı sənindir. Gəl Sərdar, su qazanma bir şey qalmayıb. Birazdan əsgərlər oynayacaq geç olar. Sərdar gəl, gəl. Elə bu. Sərdar, bu əmirin bəxşişinin bir hissəsidir. Qalanları buradadır. Burada, burada, burada və burada. Bədbəxt. Elə bildin, məni dəyərsiz sikkələr və qızıl kisələri ilə aldadacaqsan? Hindənin oğlu elə bilirdi ki, səni şeytan kimi mənim bədən və ruhuma yeridib ruhumu aldadacaq. Mən səni öldürmədim. Mən tuğyan eləyən nəfsimi öldürdüm. Mən qılıncı öz daxili şeytanımın sinəsinə sancdım. Bu mənim cihad-ı əkbərim idi ki, sənin sinənə sancıldı. Elə bildim məni vəsvəs eləmək asan işdir. Mən Siffeyndə döyüşmüşəm. Əli Murtazanın yanında olmuşam. Onlarla adamı qətlə yetirmişəm. İndi bir neçə sikkəyə görə dinimi satım, Peyğəmbər balasını tək qoyum. Bax, sikkələrə bax. Ovçu kimi dənsədib ki, məni tələyə salsın. Mənim kimi adamı amma mən elə adamam ki, həm onları götürəcəm, həm də əlinizdən çıxacam.
Sərdar, Nə olub? hələ bilmirəm. Gəlin baxın. Sən əminsən ki, ordugahdan tək çıxıb? Bəli, çadırdan çıxıb sürətlə getdik. Soruşdum ki, Sərdar, hara gedirsən? Dedi ki, çəkil, mənə yaxın gəlmə. Sonra da gözətçilərin arasından tələsik çəkilib getdi və gözdən itdi. Ondan bir xəbər yoxdur. Neyniyək? Bundan artıq irəli gedə bilmərik. Dəməşq ordusu bu təpənin arxasındadır. Onların döyüşçüləri ilə üzləşə bilərik. Düz deyirsən. Yaxşı olar ki, geri dönək. Bəlkə də qayıdıb ordugaha. Bəlkə də. Əhməd. Ora bax. Neyse diyor. Neyniyir? Başları kaldırır, neyse aktarır. Görsün neyniyir? Ora bax. Gəl yaxınlaşaq. Gedək. Gedək. Nə oldu? Şəhətdə. Sən burada gözlə. Oldu, Sərdar. Neyse gizlədir. Sən burada bir sır var. Oradadır. Gəl. Sərdar. Qayıdın. Qayıdın. Mənə yaxınlaşmayın. Neynirsən Sərdar? Nə axtarırsan? Ordugaha qayıdın. Mən də tezliklə qayıdıram. Sərdar. Yaxın gəlməyin. Yoxsa hər ikiniz də cəhənnəmə vasitə edərəm. Gedin. O deyəsən dəli olub. Qan gözlərini tutub. Daha irəli getmə. Düşmənin ordu hissəsi təpənin o üzündədir. Tutarlar səni. Siz öz fikrinizdə olun. Qayıdın. O şeytanların oxu mənə batmaz. Mən gərək öz haqqıma çatam. İllərlə döyüşmüşəm, qılınc çalmışam. Hələ də heç nəyim yoxdur. Nə axtarırız? Bilmirəm. Amma axtardığını deyəsən tapacaq. İndi biz neyniyək? Bilmirəm. Mənə yaxın gəlməyin, yoxsa hamınızı qətlə yetirərəm.
Xatircəm olun. Bizim pis fikrimiz yoxdur. Səni qarşılamağa gəlmişik. İndi onu tutacaqlar. Bu axmaq hər şeyi korlayacaq. Ordu hissəsinin başçısını ki tutsalar. İndi bildim o nəyi axtarır. Axı biz birlikdə söhbət eləyib qərara gəldik. Siz söz verdiniz ki, 2000 süvari ilə tezliklə Nüxeyləyə gələsiz. Amma nə qədər çox gözləsək də, sizdən bir o qədər az xəbər çıxdı. Nə olub? Bəs nəyə görə hələ də atlanmamısınız? Uşaqlarınızı evləndirməyə münasib vaxt tapmadınız? Kinayə eləmə Qeys. Evlənmək Rəsulullahın sünnəsidir. Sən ki istəmirsən Peyğəmbər sünnəsindən əl çəkək. Demədim ki, əl çəkəsiz. Heç desəydin də əl çəkməzdik. İndiyəcən yola düşməməyimizin səbəbi o deyil ki, əhdimizi danmaq istəyirik. Yox, eləyə bilmirik. Özün bilirsən ki, əkin vaxtıdır. Torpağı əkib becərməliyik, əkməsək məhsul olmaz, heç kimin də təndirində çörək bişməz. Anaların südü quruyar, nəsillərimiz kəsilər, cəmaat ac qalar, qəhətlik baş alıb gedər. Qəhətlik də gəldi, ölüm itim artar. Ölüm itim də Peyğəmbər ümmətinin sayını azaldır. Məyər Həsən İbni Əli bu müsibətə razı ola bilər? Münzər, vallah sənin dediklərin özündən asılı olmayaraq Bəni İsrail qövmünü mənə xatırladır. Qeys, sən qonaqsan, hörmətini saxlamaq borcumuzdur. Amma yaxşı olar göz həddini aşmayasan. Sən müsəlmanları Peyğəmbəri inkar edənlərlə bir tutursan! Yaxşı Münzər, bu kişi kimdir? Sir sifətindən ki, heç bədəvilərə oxşamır. Heç Kufəli də deyil. Dəməşqlidir. Ha? Dəməşqdən gəlib? Hindənin oğlundan sifariş gətirib? Ha? İmanınızı nə ilə alıb? Qızıl kisələri ilə? Peyğəmbər övladı ilə beyyətinizi neçə kisəyə dəyişdiniz? Münzər, məndən soruşursan ki, müsəlmanları Rəsulullahın düşmənləri ilə bir tuturam.
Yox. Amma yalançıları, əhdini dənanları, Rifat tərəfləri və Əli-i Mürtəzanı Muaviyyət İbni Əbu Süfyana satanları bir qılınc zərbəsi ilə yer üzündən silməyi vacib bilirəm. Əgər indiyədək də belə eləməmişəmsə, ona görədir ki, Mövlamdan belə icazəm yoxdur. Ay cemaat! Burada niye oturmuşsunuz? Kalkın. Düşmenin hücumundan gafil olmayın. Ay cemaat! Nüxeyleye Birdən gedin. döyüş olsa, onda sənin, mənim kimlərin işi məlum deyil necə olacaq. Şamlılar Dur yoldadır. gedək, Ay cemaat! Nüxeyleye gedin. Silah götürün. Düşmenin hücumundan gafil olmayın. Ay cemaat! Qəddar düşmən Allahın dinini məhv eləmək istəyir. Nüxeyleye gedin. Ay cemaat! Nüxeyleye gedin. Silah götürün. Şamlılar yoldadır. Ay cemaat! Düşmənin hücumundan gafil olmayın. Gedin. Qəddar düşmən Allah dinini məhv eləmək istəyir. Nüxeyleye gedin. Ay cemaat! Nüxeyleye gedin. Silah götürün. Şamlılar yoldadır. Ay cemaat! Düşmənin hücumundan gafil olmayın. Nüxeyleye gedin. Silah götürün. Kafir düşmənlər Allah'ın dinini məhv eləmək istəyirlər. Ay cemaat! Nüxeyleye gedin. Silah götürün. Düşmənin hücumundan gafil olmayın. Ay cemaat! Bunlar burada ne edirlər? Məyər müxeyleye getmişsiniz? Gedirik. Hara belə? Düşmənlər Allah'ın dinini məhv eləmək istəyirlər. Ay cemaat! Nüxeyleye gedin. Silah Haris, götürün. bu cemaatla neyləmək olaraq? Bundan gafil İndi başa düşdün ki, niyə görə Əli ibn Əbi Talib bu cemaatın əlindən dərdini gedib birgə Nüxeyleye deyirdi? gedin. Bizə açıq deyin görək. Nə istəyirsiniz ay böyüklər? İstəyirsiniz Həsən İbn Əlinin ordusuna qoşulaq ya qoşulmayaq? Qoşulmayın. Qoşulmayaq. Qoşulmayaq. Qoşulmamağımız üçün elə bu qədər kifayət eləyər. Amma istəsəydiniz ki, qoşulaq, 10 bərabər də versəydiniz, bəs eləməzdi. Məyər siz Həsən ibn Əliyə biyyət eləməmsiz? Niyə? Sülh vaxtı beyyətimiz var. Amma elə ki, döyüş başlayır, qızıl sikkələrinin səsi ilə döyüşürük. Yaxşısı budur gedək. Söhbət qutardı. Dayanın. Söhbət olmadı ki, biz onsuz da Əba Məhəmmədin ordusuna qoşulmayacaqdıq. Amma əgər indi istəsəz, sizlə danışığa razıyıq. Danışıq? Bizim daha sizlə danışılası sözümüz yoxdur. Elə bir xəbər var ki, sizin üçün 10 kisəyə dəyər. Məyər bu çöllükdə elə bir xəbər var ki, alınıb satılsın? Xoşunuza gəlsə, 5 kisə verərsiniz. Xəbər nədir? Deməli, razılaşdıq?
Əgər xoşumuza gəlsə, bəlkə verərik. Əgər desəm ki, Əba Məhəmmədin ordu hissəsinin başçısı Kindi Müaviyyəyə qoşulub, sən nə eləyərsən? Yalan deyirsən. Ay! Qonaqdılar. Ay, hörmətli və əziz böyüklər, bizə yalan yaraşmaz. Doğrudan Kindi Muaviyyə qoşulub? İnanın ki, mən sizə həqiqəti deyirəm. Heç nə yadınızdan çıxmayıb ki? Elə biri? Altı kisə. Biz 5 kisiyə danışmışdıq. Amma bu xəbərini 6 kisiyə alırıq. Bunlar kim? Məncə Əba Məhəmmədin zəffarlarından bir dəstədir. Qaydırlar. Deyəsən elədi. Haris. Bunların da hamısı qaçır. Ay qorxaq nas. Qorxaq nas. Salam Səid. Salam. Təmim və Bəni Şeyban qəbilələrindən olan bu balaca dəstə də Əba Məhəmmədin ordusuna qoşulmağa razılıq verdilər. Bir neçə qəbilə söz versə də, daha çox bəhanə gətirib qoşulmadılar. Qeys, Kindi qaçıb. Kindi? Hə, Müaviyyənin ordusuna qoşulub.
Allah